Ay, neynirsən? O nədir elə? O nədir? Deyirəm, bəlkə işıq çəkmişsən, uşaq düzəldək. Habi qaranlıqda bitdən görürlər ki, uzaqdan nəsə parıldayır. Gəlib həmən yerə baxırlar ki, həblə Svetomuska aparatının içində gözü fosfor bir bəbiş yerə düşüb. Və uşağı çekab analiz zad elətdirmədən Tanrıya qurban olum, göydən düşübdü də deyib götürürlər evlatlığa. Uşağı sevgi ilə, məhəbbətlə böyüdüb yekə kişi eləyirlər. Bir sözlə xoşvaxt bir ailə olurlar. Xoşvaxtlığın Qaqaş dərslərini də çox super oxuyur. Cümşüd, dəda səsini çıxarma orada. Brayer, bizə çaldıran döyüş haqqında danışa bilərsən? Bu cəmaatın anası bayısı var müəllim. Mənim tərbiyəli oğlanlardan xoşumdur. Hər şey gözəl, super gedirdi. Ancaq bir gün oğlan qulağına gic-gic səslər gəlməyə başlayır. Qaqa səsin təsirindən pəncərəyə qalxıb, anası tez səsə çıxıb, Ay oğlum, sən səysən nəsə, niyə zotuluysan? Canmama qurban. uşağı evə gətirib təzədən yatışdırır. Yeri gəlmişən uşağın qulağına gələn ha bu qəribə səslər o dünyaya düşdüyü Svetomuska aparatın içindən gəlirdi. Həmin aparatı ailəsi ha bu podvalda gizlətmişdi və uşağın habından xəbəri yox idi. Ümumiyyətlə uşağın xəbəri yox idi ki, göydən düşüb. Elə bilirdi getməxanadan götürüblər. Sabahsı gün qaqaş otları biçmək üçün ehtiyacı xodlamaq istəyir. Qaqaş əlinə baxır ki, bu nədir? Mən kələymişəm ki. Gəlir ehtiyacın düşdüyü yerə. Qaqaş 31 çəkmaqdan əlləri olur daş kimi. Uşağın ad günü olur, xalası əri uşağa tüfəng hədiyyə eləyir. Atom bombası hədiyyə eləyərdin. Uşaq nədir, fişəh nədir? Polis tüfəng nədir? Boy, uşaq dələ ona olmaz. Tüfəngimi ver bula. Natari başa düşmədik. Deyirəm ki, tüfəngimi ver bula. Bay dədə. Ha, uca sıçdın güllü tumanın içinə, davay oya. Uşaq get-gedə aqressivləşməyə başlamışdı. Yemək yeyib doymurdu, vilka qaşıqda basışdırırdı. Maması otağını eşəliyib hava aqressivliyin səbəbini axtarmağa çalışır. Və yorğanın altında açığına bax da. Mən də deyirəm ya, uşağın beyni sönüb, ərgənlikdir də. Ancaq vərəqladıqca görürlər ki, uşaq bədənlə kifayətlənməyib uje keçib salata. Gör abi uşaq nə ilə kayf tutur da. Dədəsi oğlu ilə meşalığa ova gəlib, biraz da oğluna həyatı başa salmağa çalışır. Oğlum biz də ərgənlik vaxtında evdə işim olmayanda tualetin qapısı açıq sıçırdıq. Evə qız atmaq zat, polno səslə muska. Bir sözlə pipin oxumağa başlayıb deyə öz ərgənlik zirzibilləri və cəmaatın direktinə, yorumlara zada atmaq məcburiyyətində deyilsən. Atasının deşim yoxdur. Toyuqları yenə canavar hücum eləyib və snayperini də götürüb hadisə yerinə gəlir. Toyuqları dəli eləyən canavar deyil, Brayer idi. Oya nə qaysan? Oya səndən də ola, hə? Qoy partlasın. Qoy partlasın. Haban böyüdükcə zayı çıxır. Qoy partlasın. Qoy partlasın. Dədəsi də öyə gəlib kəlləsini atıb yatır və hindən dəhşətli səslər gəlməyə başlayır. Valideynləri səsə oyanıb gəlib görürlər ki, toyuqların hinində soyqırım olub. Bax, oğlum qardı çolpalarımı gül kimi sup eləyib yiyəsiydim. Amma təbii ki, anası ha buna inanmır, elə deyir ki, canavar eləyib. Məktəbdə uşaqlar bir-birinin üstünə yıxılma oyunu oynayırlar. Yəni biri ortada dayanıb dostların üstünə yıxılır, dostları da onu yerə yıxılmağa qoymamaqla bir-birlərinə olan güvənlərini artırırlar. Növbə Brayerə çatır və qızın üstünə yıxılanda qız saxlamır, pox kimi dəyir yerə. Sən asfalta güvən. Açasın səs ozu, qaldır az uşağı. O tərbiyəsizdir. Yalancı anasını. Aya, Ana söküşü sevmə. Ana müqəddəsdir, qəhvə oğlu qəhvə. Sonda qız əlini uzadır. Ay mama, nə olsa? Təsadüfi qəza hadisəsi deyib, ha bu məsələyə görə Brayerə heç bir cəza vermirlər. Ancaq qızın anası Brayerin cəzalanmasını tələb edirdi. Qızımın əliyə əzmə salatına döndərif. Brayer öyə geyəndə ha barvada bir dənə təs baxır ki, I am be back. Promoy öyə gəlib padvalı açır. Qoy partlasın. Vur partlasın. Qoy partlasın. Qaqa özündəki gücü tam kəşf etdikdən sonra Promoy gəlir abijini qaldığı qızın anasının yanına və tötbaş eləyir. Ha bu Brayerin ilk cinayəti olur.
Habın kostyumunun zadına baxın, krasovkanı keçirib təpəsinə güya super qorxunc adamdır. Uşağın fantaziyası abından artıq olmayacaq ki. Brayer cinayətlərinə davam eləyir. Növbəti hədəfi xalasının əri Noa qardaşımız olur. Kişini pambıq kimi göyə qaldırıb, pox kimi yerə tullayır. Noa qardaş da abıda xosumvay olur. Dədəsi yavaş-yavaş uşaqdan şübhələnməyə başlamışdı. Özdə şübhələnmək ya kişi. Gədə qatıq-qatıq şeylərə baxır. Toyuqların qabağında dayanır. 5 dəqiqə sonra toyuqlar mındar olur. Xalqın qızının əliyə əncir eləyir, sabahsı gün anası yoxa çıxır. Anasının gözü qabağında göyəzədə uçur. Hablar elə şübhələnməkdədirlər. Aydındır ki, gədə kriminalinə avtoritetdir, özü də göydən düşüb. Başqa nə gözləyirsiniz? Sən öldürmüsən onu. O mənim ən yaxın dostum idi. Bu ellə qondan danışma. Həri vəhşi. Öldürübsən, onsuz da bir gün hamımız öləcək, get. Sabahsı günü Brayer atası ilə ova gedir. Sən həmişə mənim balaca dümbülüm olacaqsan. Das svidaniya doşam. Anası sanki uşaqla bir dəfəlik sağollaşırdı. Dədəsi ilə gəlirlər meşalığa, uşağın xəbəri olmadan dədəsi arxadan abunu tuşlayır. Dədə göbələk tapdım. Oğlunu daldan vuran oğraş. Var yoxsan elə doşan vurdu bitdən aldı. Belalıqla dədəsini svarkalayıb ütüləyir. Sonra da promoyaya anasını dalayacaq. Qoşun olur nə? Anası marqatya tez qaçır anbarlarına. Təbii ki, oğlu da hamını dalayacaq. Oğlum Spider Batman həblə qələtlər eləməyib. Supermandan ibrət götür. Bağışla mama. Mama yesin dilo. Öl bambılı köpək uşağı. Prankda zarafat eləyirdim. Ha bu uşaq düzəlmək istəyir də niyə imkan vermirsiniz? Elə hərə bir tərəfdən kriminala yönəldir. Qaqaş anasını göyün 7-ci qatına qaldırıb, habıdan da tullayır. Həmişəki kimi ən sonda skoru pomuş polis zat gəlir, qaqaş da heç zad olmamış kimi piçenniqin yeyir. Və filmimiz də qutarır. Həblə dostlar, bir videomuzun yenə sonuna çatdıq. Əgər kanalımızı bəyənirsinizsə videoları like edib kanalımıza abunə olmağı unutmayın. Yeri gəlmişkən gözlədiyim qorxu oyunlarının çıxmağına az qalıb, inşallah oynayıb sizlə də paylaşacağam. Növbəti videolarda görüşənədək.